Yəni bugün sən deputatların, dövlət rəhbərlərinin, dövlət işçilərinin maaşlarını 5 min, 10 min, 15 minə qaldırırsan. Lap yaxşı olsun. Biz kasıblıqda bərabərlik istəmirik, biz zənginlikdə bərabərlik istəyirik. Amma bu cəmaatın da maaşlarını artırın, müəllimlərin maaşını artırın, həkimlərin maaşını artırın, mühəndislərin maaşını artırın, cəmaata gerçək iş yerləri verin, cəmaatın pensiyasını, müavinətlərini artırın. Qarabağ müharibəsinin qəhrəmanlarının həyatına diqqət eləyin, qazilərə, veteranlara, şəhid ailələrinə. Yəni, istənilən halda nə qədər Azərbaycan dövlətinin bugün xərcləri çox olsa da, bu xərcləri qarşılamağa Azərbaycanın imkanları var. Var, təbii ki, var. Hətta müəyyən o prestijli proyektlərdən, tikintilərdən, tədbirlərdən qənaət eləyib, məncə bu məsələ həll olunmalıdır. Bu məsələ ondan davam edir dəfələrlə. Qat-qat daha önəmlidir və əgər hakimiyyət düşünürsə ki, elə belə gəlib, belə də gedəcək, başa düşsünlər ki, mümkün deyil. Xalqla, xalqın səbri ilə müəyyən həddə qədər oynaya bilərsiniz. Ancaq xalqla bu qədər uzun müddətli oyun oynaya bilməzsiniz. Xalqa bu qədər zülm eləmək olmaz. Xalqın problemlərini, vətəndaşın problemlərini nəzərə almaq lazımdır. Dediyim kimi, iş yerləri açılmalıdır, maaşlar yüksəldilməlidir, müavinətlər, pensiyalar, müharibə iştirakçılarına, əlillərə, qazilərə, şəhid ailələrinə diqqət artmalıdır.